Mike Tyson'ın bu yaxınlarda bir müsahibəsinə baxdım. İlk dəfə Kastamata ilə öz ilk boks məşqçisidir də. Necə tanış olmağından danışır. Deyir ki, məni apardılar, elə bir bunu davakar qara dərilərin məhləsindən çıxardıblar, aparıblar ən güclü boks məşqçisinin yanına və deyiblər ki, bunun yaxşı potensialı var, bunu öyrət. Mike Tyson öz beynini danışır. Deyir, mən dedim ki, mən bunun evini qarət eləyəcəm. Bəli, çünki oğurluqla məşğul. O adam oğrudur. Deyir, mən gəldim, dedim ki, onun evini mən qarət eləyəcəm. Deyir, Kastamata mənə baxır, mən başqa beyinlə baxıram. Kastamata deyir, mənə başladı deməyə ki, sən nə gözəl oğlansan. Mike deyir ki, mən özümə dedim ki, bu ola bilsin ki, təcavüzkar adamdır, bəlkə bu pedofildir. Mən deyir, ömrümdə bu sözü eşitməmişəm. Kimsə mənə desin ki, sən nə gözəl oğlansan. Valideynlərindən eşitmədiyi sözü yad adamdan eşidirəm. Deyir, beynim yenə də bunu qarət edim, bu cür şeylərdədir. O deyir, qayıtdı dedi ki, səndən çox böyük bir insan olacaq. Səndən yaxşı idmançı olacaq. Sən dünyanın ən yaxşı bokseri olacaqsan. Və özümə deyirəm ki, bu ağlı işləmir də bu qocanın. Deyirəm, eybi yoxdur. Qoy məni yaxınına götürsün, mən yenə də bunu qarət eləyəcəm. Sonra deyir, o mənə elə sözlər dedi ki, mənim içimdə olan o travmaları, o eqonu hamısını darmadağın elədi və deyir, məni ram elədi. Və deyir, mən artıq o Kastamata'nın xoşuna gəlmək üçün məşq edirdim. Onu qane etmək üçün mən vuruşurdum, onu qane etmək üçün mən ağır rejimlərin altına girirdim. Bunu nə dəyişdi? O sevgi, məhəbbət.